Hörmətli müəllimlər, mən riyaziyyat və kurikulum müəllimi Arzu Ələddin qızı sizə sertifikasiya 2025 imtahanında nə tipdə suallar düşə biləcək o modeldə sınaq hazırlamışam və mənimlə bərabər bu sınaqları işləyib nəticənizi izləyə bilərsiniz. Qeyd edeyim ki, 5 apreldə aprel sürət qrupumuz dərsə başlayacaq və dərs günləri haqqında ətraflı məlumat almaq istəyən müəllimlər bizə yaza bilərlər. Bu isə sınaq qrupumuza aiddir. Sınaq qrupumuzda ayda 5 ümumi sınaq, gündəlik isə 10 ədəd sualdan ibarət sınaq göndərilir. Əlbəttə ki, izahları ilə birgə. Sınaqlarımız tam sertifikasiya imtahanını əhatə edir. Sürət qrupumuza qoşulmaq istəyən müəllimlər isə nəzərinə çatdırıram ki, bütün proqramı təkrar edirik və imtahana düşə biləcək bütün modellərə baxırıq. Dərs günlərinə gəldikdə isə öz günlərinizdən əlavə hər gün çalışırıq. Bildiyiniz hər gün, hətta 6 bazar belə də çalışırıq. Buyurub sizlər də dərsimizə qoşula bilərsiniz. Qeyd edim ki, 2024 sertifikasiya imtahanında region birinciləri, rayon birinciləri, ölkə birinciləri elə bizim qrupun müəllimlərindən oldular ki, yəni %100 riyaziyyat və möhtəşəm də kurikulum nəticələrimiz oldu. Sizlər də bizim nəticəmizi izləyə bilərsiniz və yaxud da ki, məktəbinizdən maraqlana bilərsiniz müəllimlərinizdən ki, yəni Arzu müəllimənin qrupunda çalışan müəllimlər necə bir nəticə göstəriblər. İndi isə keçirəm deməli izahımıza. Bu bizim sınaq qrupumuzun izahıdır. Qoşulmaq istəyənlər əlaqə saxlaya bilərlər əlbəttə ki. Sual belədir. Ölçüləri 2, 3 və 6 olan düzbucaqlı parapipetin diaqonalını tapın. Gəlin belə deyək. Ölçüləri 2, 3. Bura 2 olsun, bura 3. Yəni düzbucaqlı paralelipiped çəkirəm. Qəşəngcənə. Əsasən hamısı bunların gəlir Pifaqora çıxır, baxın. Deməli, düzbucaqlı paralelipiped. Baxın, mən bu diaqonalı tapmaq istəyirəm. Hündürlük də 6-dır. Nə edəcəm? Oturacağın diaqonalını tapacam. Təsəvvür edin ki, düzbucaqlının diaqonalını tapırsınız. Pifaqor deyilmi? 2, 3. Hipotenuzu tapmaq üçün kök altında 3-ün kvadratı üstə gələk 2-nin kvadratı. Eləyir kökatda 13. Əla. Qoy eləsin kökatda 13. Yazaq bura kökatda 13. Və diqqətlə baxın, bu da hündürlükdür. Mənə lazımdır həmin bu düzbucaqlı paralelipipedin diaqonalı. Baxın. Buradan da çəkdim. Heç düstur əzbərləmədən də məsələn mən bu diaqonalı tapa bilərəm. Baxın. Burada da yarandı bir dənə Pifaqor. Hipotenuz bizim elə bil ki, düzbucaqlı üçbucağımızın diaqonalıdır. Deməli, yazaq S bərabərdir. Kök altda 13-ün kvadratı 13 eləyəcək. 6-nın kvadratı 36 eləyəcək. Oradan da 7 çıxacaq. Yəni kök altda 49-dan 7 çıxır. Cavab oldu 7. Baxaq hansı variantdır? A variantı. İkinciyə keçək. Deyir ki, 8x üstü P'də 48 çıxılsın 9y üstü P minus 7 üstə gəlsin 4z üstü 23 minus P ifadəsinin dərəcəsi ən böyük çoxhəddiyə çevirən P'nin qiymətini tapın. Siz bilirsiniz ki, çoxhəddi olması üçün mütləq şəkildə dərəcəmiz böyüdür bərabərdir 0 şərtini ödəməlidir. Yəni dərəcə böyüdür bərabərdir 0 və həm də bizim dərəcəmiz natural ədəd olmalı. Məsələn, dərəcə 3.5 deyil, o çoxhədli sayılmayacaq. Və başqa bir qayda da var. Əgər çoxhədli, nə zaman çoxhədli olmaz, ona baxaq. Məsələn, tam modulda x, y, bu çoxhədli deyil. Çünki dəyişən modulda olmaz. Dəyişən kökün altda olmaz. Dəyişənin qüvvətində məxrəc mənfi olmaz. Məxrəc nə idi? Mənfi olmaz. Sonra dəyişən məxrəcdə olmaz. Bu zaman, məsələn, tutalım ki, versələr ki, məsəl üçün deyirəm, x-da 3, y, z. Bu çoxhədli deyil. Daha sonra, məsələn, loqaritma x çoxhədli deyil. Sinus x çoxhədli deyil. Amma, məsələn, sinus 30 çoxhədlidir. Məsələn, loqaritma 100. Bunu çoxhədli kimi baxa bilərsiniz. Amma x-la olanda baxa bilmirsiniz. Məsələn, sinus x, loqaritma x, LG x, bunlar çoxhədli deyirlər. Uzun sözün qısası, gəlin indi baxaq buna. Deməli, biz nəyi nəzərə almalıyıq? Birincisi, P minus 7 böyüdür bərabərdir 0 şərtini ödəməlidir. P böyüdür bərabərdir 7. Bu birinci. İkinci halda 23 minus P böyüdür bərabərdir 0 şərti ödənməlidir. Yadınızda saxlayın, dəyişən qabağında minus işarəsi olanda işarə dəyişir. Azalan, çıxılan fərq. P kiçikdir bərabərdir 23-dən. Üçüncü şərtimizə görə də 48-in bölənləri olmalıdır. Natural bölənləri. Çünki böləndə natural ədəd ala bilək.
48-in bölənləri hansıdır? 1-dir, 2-dir, 3-dür, 4-dür, 6-dır, daha sonra 8-dir, 12-dir, 24-dür və 48-dir. 1, 2, 3, 4, 6, 48-in bölənləri olsa da bizim şərtimiz var. P 7-dən böyükdür və 23-dən kiçikdir. Deməli, bizim bu P-miz 7 ilə 23 arasında qiymətləri ala bilər. Deməli, 1 də ödəmir, 2 də ödəmir, 3 də, 4 də, 6 da, 24 və 48 də ödəmir. Burada bizim şərtimizi ödəyən 8 və 12-dir. İndi biz P-yə elə bir qiymət qoymalıyıq ki, çox hədinin dərəcəsi ən böyük olsun. Məsələn, 8 qoysam, dərəcəmiz baxın 48 bölü 8 bura 6 olacaq. Bura 2 olacaq. Daha doğrusu 1 olacaq. 23-dən 8 çıxsam burada 15 olacaq. Əgər 8 qoysaydım 8 qoyanda ən böyük alıram. Məsəl üçün yoxlaya bilərəm 12-yi, amma 12-ni qoyanda elə də böyük almayacaqsınız. Baxın 12 qoysaq 4 alaram. 12 qoysaq 5 alaram, 12 qoysaq 11 alaram. Amma gördünüz ki, 8 qoyanda dərəcəmizi daha böyük aldıq. Məsələn, aldıq 23 çıx 8, 15-dir. Deməli, 8-də daha böyük qiymət ala bilirdik. Sonra, ştrixlənmiş hissə necə ifadə olunur? Bu, çoxluqlardan kəsişməsidir. Şəkildən də əlbəttə görünür ki, bunların üçü də kəsişiblər. Rəngli hissə onu göstərir. Deməli, bu zaman biz deyəcəyik ki, B kəsişir C ilə, o da kəsişir A ilə. Cavab B variantı. 4-cü sualda, baxın, bu keçən ildə bu tipdə sizə bir sual düşübdür. Deyir, çoxhəllisinin dərəcəsini tapın. Ən yüksək dərəcə ilə işləyəcəm. X üstü 30, burada da X üstü 2, üstü də 6, X üstü 12. X üstü 30, vuraq X üstü 12. Ən yüksək dərəcə, məsələn, söhbət gedir bu mötərizənin bu sol tərəfindən. X üstü 42. Özünüz də görürsünüz ki, sağda da var X üstü 90. Hansının dərəcəsi daha yüksəkdir? Əlbəttə ki, 90. Ən yüksəyi götürürük və cavab olur A variantı. Yəni, buradakı böyük ədədlər siz elə də çaşdırmasın. Məsələn, belə deyək də, tutam ki, yazıla bilərdi. Məsəl üçün deyirəm də, X üstü 45, üstü X üstü 2, üstü 11, məsələn, qüvvəti 6 olsun. Yəni, bunlarda dərəcə tapmaq istəyirsinizsə, ən yüksəklə işləyirsiniz. Bilirsiniz ki, 45-in üstü 6 daha böyük qiymət verəcək. Yəni, dərəcəniz X üstü 45, üstü 6-dır. Daha özünüzü yorub, durub 6-cı dərəcədən binom açması deyirik ki, heç ona vaxtımız da çatmaz. Baxaq 5-ci sualımıza. 5-ci sual tipində keçən sizə bir sual düşübdür. Yəni, müəllimlər, mən sizə tam əmin edirəm və bu sözümün üstündə də dururam. İnşallah ki, siz imtahandan keçəcəksiniz. Biz müsahibə mərhələsinə hazırlaşanda onda deyəcəksiniz, Arzu müəllimə, dediyiniz oldu. Baxın, keçən illər bu tipdə sual düşübdür. Heç vaxt, mən illərdir bu işlə məşğulam. Heç vaxt müəllimlər, ola bilməz ki, birinci mərhələdə imtahanda, məsələn, bu tip suallar düşər. Yəni, rahatlı ola imtahan. Kəsilən müəllimlərə çox çətin imtahan salalar. Mümkün deyil. Əslində, kəsilən müəllimlərə suallar daha rahat olur. Məsələn, bizdə ibtidai sinifdə müəllimlər var ki, hətta dedilər ki, nə yaxşı da kəsilmişik, ikinci turda daha çox bal yığdılar. Yəni, ürəyinizi sıxmayın, öyrəndiklərinizi qəşəng dəqiq öyrənin və inşallah ki, yaxşı da nəticəniz olacaq. Deməli, müəllimlər, bu 5-ci sualda, keçən də bu tipdə bir sual düşübdür. Saf dövrü onluq kəsrdir. Saf nədir? Vergüldən sonra tez dövr varsa, buna saf deyirlər. Məsələn, mötərizənin içində bir dənə rəqəm var, bir dənə 9 yazacağım, 7-ni də özünü yazıram. Üstə gələk, bu da saf dövr onluq kəsirdir. 3 tam 9-da 2. Niyə 9-da 2? Çünki bir dənə rəqəm var. Və bunları toplayıram. Eləyir neçə? 3 tam 9-da 9. O da eləyir 4 tam kökün altda. 4 tamdan da nə çıxır? 2. Cavab C variantı. Burada variantda bir dənə problem var idi, amma elə belə texniki səhvdir, düzəldəcəm onu. Kubun tam səthinin sahəsi. 6 kvadratıdır kubun tam səthinin sahəsi. 294-dür. Və gəlin belə eləyək. 294-ü bölək 6-ya görək ki, bir üzünün sahəsi nə qədərdir. Ondan sonra həcmini tapmaq daha rahat olacaq. Çünki həcm düsturumuz V bərabərdir A kubudur. Mən də A-nı axtarıram, yoxdur axı əlimdə. A kvadratı bərabərdir. 294-ü 6-ya bölürəm. 6 və 4, 24. Bu da hələ 4-ün içində 9. Aha. Deməli, A-mız oldu 7. Nəyin kvadratı 49? 7-nin. V bərabərdir A kubu. 7-nin kubunu tapmalısınız. Yəni, 49 vur 7 nə qədər edir? 63, 28, 34. 343-dür. Ola bilsin, burada variantda texniki səhv gedib 343 yazılmalı idi bura.
Belə deyək. Daha sonra, yəni rəqəm səhv olubdur. Keçək, deməli, deyir ki, vektordur, modulunu tapın. Modulunu tapmaq nə deməkdir vektorda? Yəni, a kvadratı üstə gəlsin b kvadratı nədir? Kökün altında. Yəni, 3-ün kvadratı üstə gələk 4-ün kvadratı o da eləyir nə qədər? 25, 25-dən də 5 çıxar. Y variantı. Nə bilim, vektorlara aid düşə bilər tam kolinyar vektorlar. Kolinyar vektorlar nədir? Eyni istiqamətli vektorlardır. Məsələn, tam da A vektorunu verib, məsəl üçün B vektorunu da verir. Bir dənə koordinatın birini verir 6, o birini də verir y. Deyir ki, y-in hansı qiymətində kolinyar olar? Kolinyar nədir? Yəni eyni istiqamətli olsa. Onda x1 bölək x2, yəni bunun x1-ni bölürəm bunun x1-nə. Bərabər edirəm bunun y1-ni bölürəm digərinin y1-nə. Buradan da alıram 3y bərabərdir 24-ə və y-imiz də eləyir 8. Yəni kolinyar düşsə bu cür eləyərik. Sonra gəlir kompleks ədədlər. Məsəl üçün biz normalda tamda öyrənmişik ki, məsəl üçün deyirəm, x kvadratı üstə gəlsin 36-nı vuruqlara ayırmaq olmaz. Yəni belə deyək də x kvadratı bərabərdir 36 mənfi 36, bunun həqiqi kökü yoxdur. Amma kompleks kökü var müəllimlər. Məsəl üçün mən x kvadratı üstə gəl 36-nı vuruqlara ayıra bilərəm. Necə ayıraram? Yazaram ki, x plus 6i x minus 6i şəklində yaza bilərəm. Həqiqətən də baxın, x kvadratı minus 6i kvadratı, daha doğrusu 36i kvadratı. Siz bilirsiniz ki, x kvadratı da mənfi 1-dir. Həqiqətən də baxırsınız, x kvadratı üstə gəl 36-nı qayıdıb ala bildim. Və burada bizdən, baxın, bu xətt sizə keçən illər imtahanda düşmüşdü sözlə qoşmasını tap. Amma burada mən başına üstə xətt qoymuşam, elə o da qoşmasını tap deməkdir. Z bərabərdir A üstə gələk B-nin qoşması olacaq, belə deyək də, Z bərabərdir A minus B-i. Deməli, biz bu formaya salıb, sonra qoşmasını tapmalıyıq. Vuraq açaq, müəllimlər, 2i üstə gələk 3i kvadratı. I kvadratı da nə verir bizə? Mənfi 1. Deməli, cavabımız olur mənfi 3 üstə gələk 2i. Ki, biz niyə belə yazdıq? Z bərabərdir A üstə gələk BI şəklinə gətirək də. Yəni, sizin də belə deyək də çaşdırmayaq. Mənfi 3 üstə gələk 2i. Belə oldu mu? Əla. İndi bunun qoşmasını tapmaq istəyirəmsə, onda olacaq nə? Mənfi 3 çıxaq 2i olacaq. Harada da o cavab? Mənfi 3 çıxaq 2i. Mənfi 3 çıxaq 2i. D variantı. Daha sonra, hündürlüyü 5 cm, oturacağının perimetri 72 olan düzgün dördbucaqlı piramidanın həcmini tapın. Piramidanın həcm düsturu S oturacaq vuraq H bölək 3-dür. Yəni 3də 1 S oturacaq vuraq H. Bu piramidanın həcm düsturudur. 3də 1 S oturacaq vuraq H. İndi gözəl insanlar. Oturacağın perimetri 70 düzgün sözü varsa, deməli, oturacağındakı fiqur düzgün fiqurdur. Dördbucaqlıdırsa, deməli, söhbət gedir kvadrata. Bir var düz. Düz deyən odur ki, yuxarıdan gələn hündürlükdür. Amma düzgün deyəndə, yəni oturacağındakı fiqur, nə bilim, ola bilər düzgün, bərabər tərəfli üçbucaq olar, nə bilim, söhbət piramidadan geçsə və yaxud da ki, kvadrat olar və s. İndi burada piramida deyir. Piramida deyir, mən durub prizma çəkirəm. Hündürlüyü 5 olan, oturacağının perimetri 72 olan düzgün dördbucaqlı piramidanın həcmini tapın. Baxın, piramidanın şəklini çəkirəm. Heç ehtiyac da yoxdur şəkil çəkməyə. Burada sadəcə maraq üçün çəkdim. 72-ni bölürəm 4-ə. Deməli, tərəf neçə olur? 18. Əla. İndi mənə deyir ki, hündürlüyü də 5-dir, həcmini tap. S oturacaq 18-in kvadratı 324. Vurulsun 5 bölək 3. Gəlin görək nə qədər düşür. 108 vur 5. Oldu 540 kub santimetr. Yəqin ki, cavablarımızda da var. C variantı. Yəni, şəkil çəkməyə ehtiyac yox idi. 10-cu sualda deyir, çevrə üzərində 5 nöqtə var. Bu nöqtələrdən neçə vektor keçirtmək olar? Yəni, neçə vektor nədir? İstiqamətlənmiş düz xətt parçası kimi baxaq.
Məsələn, burada xüsusi şərt var. Normalda deyə bilərdi ki, çevrə üzərində 5 nöqtə var, neçə parça keçirmək olar? Komizon 5-dən 2. Nə bilim, çevrə üzərində 6 nöqtə var, neçə vətər keçirmək olar? Komizon 6-dan 2. Amma vektorda xüsusi şərt var. Ona görə də vektorda permutasiyadan istifadə olunur və deyəcəksiniz ki, permutasiya 5-dən 2. Yəni 5 faktorial bölünsün 5 minus 2, 3 faktorial. Baxın, 1-dən 5-ə qədər ədədlərin hasili yuxarıdadır, 1-dən 3-ə qədər ədədlərin hasili də aşağıdadır. Bu deməkdir ki, ixtisar aparırıq. Baxın, 4 vur 5 qalır. Bunu bəzən müəllimlər soruşur ki, müəllimə, niyə belə eləyirsən? Əslində, baxın, belə deməkdir bu. Baxın, 1 vur 2 vur 3. Görürsünüzmü? Bunlar getdi, 4 vur 5 qaldı. Və bizə deyir ki, deməli, neçə vektor keçirmək olar? Aha, cavab burada əslində deməli 20-dir. Burada cavab kartında hardasa belə deyək də ola bilsin ki, variantlarda sürüşmə olubdur. Amma cavab permutasiya 5-dən 2-dir. O da eləyir nə qədər? Çox, 20 aldıq. 20. Cavab 20 olmalıdır. Gəlin düzəldək variantımızı, yazaq 20. 60 yox, 20. Yəni mütləq şəkildə bunu yadda belə saxlayın. Bir də məsələn çoxluqlarda kombinezondan istifadə edə bilərik. Tutalım ki, A çoxluğunun məsələn də 1, 2, 3, 4. 4 dənə elementi var. Deyər ki, 3 elementli az çoxluqların sayını tap. Onda kombinezondan istifadə olunur. Kombinezon 4-dən 3-ə. Və yaxud deyə bilər ki, alt çoxluqlarının sayını tap. O 2 üstü n ilə hesablanır. Yəni 2 üstü 4. Və yaxud da ki, belə deyək də, verə bilər ki, hansısa bir çoxluq deyər ki, natural alt çoxluqlarının sayını tap. Natural. Natural deyirsə, məsələn 4 elə 2 üstü 4 çıx 1 olacaqsa, bu tip sual topluluğunda da var. Niyə 1 çıxıram? Çünki bu çoxluq, istənilən çoxluğun alt çoxluğudur. Natural sözü desə 1 çıxmağı unutmayın. Sonra gedək növbəti sualımıza. Növbəti sualımız hansıdır? Aha. Bu rahat suallardan biridir. Əkub 2x, 3x 60 olarsa x-i tap deyir. Müəllimlər 2x, 3x-dırsa, siz bilirsiniz ki, bunların əkubu 6x verəcək sizə. 6x 60-a bərabər eləyəcəksiniz və x bərabər olacaq 10-a. Gəlin sizə əkubdan daha bir qəşəng bir şey öyrədim. Deməli, məsəl üçün, kəsr ədədlərin əkubu. Çoxunuz düstur əzbərləyirsiniz, amma mən düstur əzbərləmirəm. Məsələn, verir əkub, tutalım ki, 3-də 2 ilə 5-də 4-ün əkubunu tap deyir. Mən nə edirəm bu tiplərdə? Ortaq məxrəcə gətirəcəm. Baxın, ortaq məxrəcə gətirirəm. 15-ə gətirirəm məsələn. 15-də 10, 15-də deməli 12. Gördünüz, eyni məxrəcə gətirdim. Sonra məxrəcə toxunmayın. Laf belə də eləyə bilərsiniz. 15-də biri ortaq vuruq kimi çıxardı. Amma mən belə eləyirəm. Məxrəcə toxunmuram. 15 qoy qalsın. 10 ilə 12-nin əkubunu tapıram. 10 ilə 12-nin əkubu da bilirik ki, 60-dır. 60. 60 bölü 15 cavab eləyəcək 4. Qutardı, getdi. Yəni bunu bu tip biz işləyə bilərik əslində. Sonra həqiqətən də baxın 4-ü 3-də 2-yə böləndə natural ədəd alırsan. 4-ü 5-də 4-ə böləndə natural alırsan. Və yaxud da ki, bəzən belə də eləyirik də 15-də biri çıxardırıq mötərizə xaricinə və biz əkub 10 ilə 12-ni axtarırıq. Yenə də eyni şeydir. Sonra baxaq 12-ci sualımıza. 12-ci sual məşhur suallardan biri. Mən bunun adını fil qulağı qoymuşam. Fil qulağı qaydası nədir? Baxın, burada filin birinci qulağı. Bu da filin axırıncı qulağı. Baxın, 2, 7, 7, 12, 12, 17, 5, 5 fərq var. Mən belə deyirəm, filin birinci qulağından axırıncı qulağını çıxacam. Yəni, 2-də 3-dən çıxıram, 22-də 3-ü. Bölürəm fərqə, fərq 5 idi axı. Sonra da 12-də 11-ə vurarıq. Hələ bir gedək bunu hesablayaq. Hesablayaq bircə saniyə. Ortaq məxrəcə gətirək. Deməli, 11-ə vuraq 22. 22-də 33. Çıxılsın 22-də 3. Bölək 5. Deməli, 22-də 30. Vuraq 5-də 1. Gözəl insanlar, bunlar ixtisar gedir. Yerdə nə qalır? 22-də 6. Əlaqa qalsın 22-də 6. 22-də 6-nıdır. Baxın, bizi burada 12-də 11 gözləyir axı. 22-də 6-nı da vururuq 12-də 11-ə. İxtisar gedir, gözəl insanlar. 6-ya ixtisar getsin. Burada 2 qalsın.
Yuxarıda da 11. Cavab oldu 44-də 11. Görüm hardasa səhv eləmədim. Bircə dəqiqə, hə, şurada 44-də 11-də zaten 4-də 1 demək. Elə bu ilə də bunu da ixtisar apararam. 4-də 1. 4-də 1 isə. Cavab C variantı. Sonra baxaq növbəti sualımıza. Yəni bu fil qulağının qaydası idi, belə deyək. 80 qram 40% duz məhlulunda neçə qram duz var? Keçən illər bu tip bir dənə sual gəlib, amma siz bilirsiniz ki, bizə məhlul məsələlərini lap qəşəng öyrənmişik. 80 qramdırsa bunun 40-ı duzdur. Bizdən də duzu soruşur. 80-40%-ni tapırıq, eləyir nə qədər? 32 qram duz. Yəni keçən ildə bu tip sual olubdu. Qətiyyən deməyim ki, Aruz müəllimə bu çox asandır, amma keçən ildə olubdu. Mən sizə daha maraqlı məsələ verə bilərəm. Məsələn, gəlin bidonçik qaydasını eləyək. Tutalım ki, deyirəm ki, məsələn də 80 qram 40%-li məhlul ilə 30 qram, məsələn deyirəm də, özümdən deyirəm. 30 olmasın, qoy 20 olsun. 20 qram, məsələn, 10%-li məhlulu qarışdırsaq, neçə faizi məhlullanır? Mən tez belə olanda qəşəng bidonçik çəkirəm. 80, 40, 20, 10. Bunları bir-birinə qatanda 80 isə 20 gəlirəm. Bizim yeni məhlulumuz olur 100. Neçə faizdir bilmirəm. Vururam, 80, 40-a vururam, 3200. 20-ni ona vururam, 200. Bərabərdir 100x-a. Gözəl insanlar, baxın, 3400 bərabərdir 100x-a və buradan da x olur 34%-li. Yəni, bidonçik məsələləri ilə məhlul məsələlərini tam super şəkildə həll etmək olar. Bir də unutmayın, məhlul məsələlərində maddə 100% götürülür. Məsələn, deyə bilərəm ki, tutalım ki, belə bir sual götürək. Məsəl üçün. Olur, deyirəm ki, 80 qram 20%-li duz məhluluna nə qədər spirt qatmaq lazımdır ki, 50%-li məhlul, yox, duza niyə spirt qatıram? 80%-li, dedim, 80 qram 20%-li duz məhluluna nə qədər duz qatmaq lazımdır ki, məsələn də, güya 50%-li məhullansın. Nə qədər duz? Duzu x götürürəm. Maddədə axı duz 100%. Yeni məhlulum olur 80 plus x. Neçə faiz demişdi? 50. Baxın, bidonçiklərimi çəkirəm. Bidonçik. 80 vur 20, 1600. Üstə gəl 100x. Bərabərdir. 80 vurursuz 50-yə, 4000. Üstə gəlsin 50x-a. Gözəl insanlar. İndi burada ola bilər ki, mən biraz 100-dən 50x-i çıxıram 50x. 4000-dən də 1600-ü çıxıram 2400. Yaxşı. İndi burada bunları silək. 240-ı da 5-ə böləndə nə qədər düşür? 4, 8, 48. Deməli, 48 qram qatsaydık, həmin şey alınacaqdı. Yəni, bir sözlə maddə, duz olsun, yod olsun, spirt olsun, bunlar 100%-dir, amma su 0%-dir. Bir də əyyar məsələləri var. Məsələn, deyir ki, 3 qram, onu zərgərlər daha yaxşı bilir, amma 6-cı sinif namazovda var elə bir məsələlər, əyyar məsələləri. Məsələn, deyir ki, tam da 3 qram 20 əyyarlı qızılla, məsələn də güya ki, əyyarı 20-dir, 20% düşünün, təsəvvür edin. 10 qram 30 əyyarlı tam türk qızılını qatırlar və yeni bir metal yaranır. Həmin metalın deyir əyyarını tapır. Yenə də baxın, məhlul məsələsi kimi demir. 3 qram 20 əyyarlı, 10 qram 30 əyyarlı. Mən bunu faiz kimi işləyirəm. 3 qramla 10 qramı qatıram, eləyir 40 qram. Neçə əyyar alınacaq bilmirəm. Sanki məhlul məsələsi işləyirsiniz. Baxın, eyni tipdir. 20 vur 30, 60, üstə gəlsin 300, bərabərdir 40x-a. Buradan da alırıq 360 bərabərdir 40x-a və x də bərabərdir 9-a. Deməli, 9 əyyarlı alınacaq. Yəni, belə deyək də, bunu mən özümdən verdim. Özümdən. Burada 3600, 0 yedim ki mən. 90 əyyarlı. 9 yox, 90. Aha, sonra keçək digərinə. Düz deyirəm də, bizə də 3600 nədir? Bircə dəqiqə, haradasa səhv elədim. Hə, 0. 300-ün 60 gəlirəm, 360 bərabərdir 40x-a 9 əyyarlı. Elə birincidə düz demişdim. 90 nədir? 9. Yəni, bir sözlə, bu tipləri işləmək istəyirsinizsə, mütləq şəkildə məhlul məsələlərini eləməliydik. Hə, mənim bilsiniz burada səhvim nədir? Bircə dəqiqə səbirli olun. O 3 ilə onu toplayıb 40 yazmışam. Deyirəm, axı, bu niyə belə alınır? Boy.
13, hə, bu 13-dür. 13x. İndi verdiyim ədədlər düzdür bir-birinə bölünməyəcək. Amma əyyar məsələsi bu cür işlənir. Mən çaşıb 40 yazmışam. Yəni burada 30 olsaydı 40 olardı. Üzürlüsən. Hə, 13x bərabərdir 360-a. 360 bərabərdir 13x. X də bərabərdir 360 böl 13-ə. Yəni cavabınız buydu. Və yaxud da ki, təzən bir də bir şey deyim də. Tutalım ki, 30 qram 20 əyyarlı, 20 qram 10 əyyarlı bir qızılı qatırlar. Yeni metal alınır. Yeni metalın əyyarını tapdır. Faiz məsələsidir. 30 vur 20 600. 20 vurun 200. Nə qədər alınır? 20 üstə gəl 30 50. Amma neçə əyyardır bilmirəm. Baxın yenə məhlul məsələsi. Yəni sözümün canı ondadır ki, məhlul məsələsi işləyirsiniz sanki. Şu, bunları sildik. X bərabərdir 16-ya. 16 əyyarlı alınacaq. Bitdi. Keçək növbəti sualımıza. Növbəti sualımız, 14-cü sual qəşəng sualdır. 14-cü sualda biz siz necə eləyək? Mən bunu bir dənə yolla eləyəcəm. Deyir, bunlar bərabərdir. ADY də 70 dərəcədir. Bizdən soruşur ABC-ni. Bax, bu hissəni soruşur ABC-ni. Bu tiplərdə istəsəz paralelliyi də eləyə bilərsiniz. Əslində, burada paralellik var da. Amma mən onu eləmirəm. Deyim, nə eləyəcəm? Bunlar bir-birinə bərabərdir onsuz da. Baxın, buradan bir hündürlük çəkdim. Çəkək. ADY də 70 dərəcədir. BAD bərabərdir DYF-ə olsun. Bura x-dır. Buraya da x-dır. Nəysə, taparıq, işləyərik. Deməli, burada belə eləyəcək. 1, 2, 3, 4, 5, 6. 6 bucaqlısı. Yadınızda saxlayın. İstər qabarıq olsun, istər çökük. Daxili bucaqlarının cəmi 180 vurulsun n-2 ilə hesablanır. Bizdə də var idi 2, 3, 4, 5, 6 dənə. 180 vurulsun 6 çıx 2, yəni 4. O deyir 720 dərəcə. Əla, 720-dir. Bunu bildik. İndi mən burada bu hissəyə yazacağım sadəcə 360. Çünki 360 dərəcə daxı. 360 minus x. İndi siz deyən tipdə də eləyəcəm. Narahat olmayın. 720 dərəcədir. Toplayıram. X üstə gəlsin 70. Üstə gəlsin 360 minus x. Üstə gəlsin. Bax, 2 dənə 90 var. 180. Üstə gəlsin. Gəlin burada bir y deyək də. Y bucağı bərabərdir 720-yə. Buradan da alıram ki, bu x-lar gedir. X-lar getdi. Y 360 üstə gəlsin 180, üstə gəlsin 70. 360-ın üstə sanki 250 gəlirik. Nə qədər edir? 110. 360 üstə gəl 250. 10. Bu da 610. Əla, elə də 610. İndi müəllimlər 720-dən də çıxırsınız 610-u. Y deyir nə qədər? 110 dərəcə. Yəni mən buna qabarıq çox bucaqlı kimi baxdım. Amma başqa cür də baxa bilərdim. Necə baxardım? Baxın, bu şəkili və bunu uzadaram. Uzadıb tapmaq olar əslində. Amma biz dəqiqə baxım. Bura bir y deyərəm. Bura deyərəm 180 minus y. Burada y deyərəm. Gör, baxın, alınacaq. Bura tutalım ki, x bucağıdırsa, burada x idi. Bura olacaq 180 minus x. Bax, burada da bir dənə alacaq 4 bucaqlı yaranır. Elə o 4 bucaqlı ilə də işləyə bilərsiniz. Baxın. Bu hissədə. Yəni, y üstə gəl x, üstə gəl 70, üstə gəl 180 minus x bərabərdir 360 dərəcəyə. Bununla bu gedir. Y üstə gəl 250 bərabərdir 360-a. Y də bərabər 110 dərəcə. Məncə bu daha rahat oldu. Bu ikinci sorumuz məncə daha maraqlıdır, amma o biri də maraqlı idi. Yəni, istər qabarıq, istər çökük eyni düsturla hesablanır. Müəllimlər, bu da tənbölən qaydasıdır. Tənbölən qaydası nə idi? Qollarının, mən buna həmişə qollar deyirəm, burada ayaqlar deyirəm. Qolu, ayağı. Bir də deməli, tənbölən bir qaydası var. Məsəl üçün, tutalım ki, bura 3K, bura 4K-dırsa, sahə də 3S və 4S kimi nisbətdə bölünür. Mən burada nə edəcəm? Baxın, qolunu bölürəm ayağına. 3-ü bölürəm 1/5-ə, bərabər edirəm 4 bölək x-ə.
Buradan da alıram çarpaz vursam 3x bərabərdir 6-ya. X-imiz da 2-dir və yaxud da ki, elə burada ixtisar da apara bilərdir. Heç bir problem yoxdur. Bizdən də nəyi soruşur? K-sini. Cavab 2-dir. Sonra, əgər tənbölənin özünü soruşsa, belə bir düstur var. Bax, bu tənbölənin özünü soruşsa, məsələn, biz buranı 2 aldıq elə. Tənbölənin özü bərabərdir. Qollarının hasili, yəni 3 vur 4-dən çıxırsan ayaqlarının hasilini. 1,5 vur 2. 12-dən də 3 çıxanda 9 eləyir, 9-dan da 3 çıxır. Yəni, məsələn, tənbölənin özünü soruşsaydı, tənbölənin özü 3 idi. Sonra, gedəyin, deməli, nəyə? 16-cı suala. Toxunan kəsən qaydasıdır. Toxunan kəsən qaydası sizə də keçən ildə düşübdür. Sakın deməyin ki, ay mənimlə çox rahat. Bu ildə rahat da olacaq, qəşəng olacaq. Heç də narahat olmayın. Sadəcə qəşəngcədən işləyin. Deməli, toxunan kəsən olması üçün bəzən şəkillərdə sizi aldadırlar. Bax, belə bura qədər verirlər. Məsələn, radiusu verir 5, buranı verir 3, nəfsən, buranı verir 4. Siz də toxunan kəsəndən eləmək istəyirsiniz. Amma yadınızda saxlayın. Toxunan kəsən eləmək istəyirsinizsə, bu xətt axıra qədər uzanmalıdır. Bax, bunu kimi. Uzanmalıdır, ondan sonra işləməlisiniz. Burada toxunanın kvadratı, yəni 2 kökdə 7-nin kvadratı, mən buna həmişə belə deyirəm, yarımçıq, yəni çöldəki x, vurulsun bütöv. Bütöv nədir? X plus 3. Yazaq, 4 vur 7 nə qədər edir? 28 bərabərdir. X vurulsun x plus 3. Heç bunu seçməklə də taparam, x-imiz 4-dür. Həqiqətən də baxın, 4 vurulsun 4 plus 3. Eləyir 28. Yəni, x-imiz 4-dür. Ya da ki, kvadrat tənliyi kimi əldə edin. X kvadratı üstə gələk 3x minus 28 bərabərdir 0. V-lə də həll eləsəz, o hansı ədəddə vuranda mənfi 28 toplayanda 3 olacaq x plus 7, x minus 4 bərabərdir 0-a. Görürsünüzmü? Bir dəfə kökünüzü mənfi 7 alırsınız, bir dəfə də müsbət 4. Əlbəttə ki, mənfi 7 kənar kökdür, mənfi ola bilməzdir, müsbət 4-ü götürərdiniz. Yəni, görürsünüzsə, əgər ki, seçməklə seçə bilirsinizsə, niyə özünüzü yorursunuz ki? Baxaq, deməli, 17-ci suala. 17-ci sualdan nə edəcəksiniz? Heç nə, hər şey açıq-aşkar ortadadır. Burada x1-i çıxardaq, x1, x2-ni çıxardıram. Yerdə qalır x1 üstə gələk x2. Tənliyin kökləri hasili 9-dur. Kökləri cəmi əks işarə ilə götürsək, müsbət 12-dir. Vuranda da 108 edir. O zaman sizə nə tər sual düşə bilər? Bir dənə məsələn maraqlı bir versiya deyim. İndi özümdən deyirəm. 3x kvadratı minus 6x üstə gəlsin 8 bərabərdir 0. Deyə bilər ki, tənliyin köklərinin tərsi olan kvadrat tənliyi tərsi deyilir. O zaman A ilə baxın, S-nin yerini dəyişin. Məsələn, gətirin bura 8 qoyun. Burada 3 qoyun. Bu da sizin tənliyin köklərinin tərsi olan yeni bir kvadrat tənliyiniz. Yəni, belə deyək. Başqa cür necə düşə bilər? Məsələn, deyər ki, bir kökü, məsəl üçün deyirəm də, 3 plus kök adda 2 olan, bax, belə deyək də, qoy yazım belə, kök adda 2 minus 1 olan kvadrat tənlik yazın. Yazıcı saxlayın, kökün 1-i kök adda 2 minus 1-dirsə, digər kök onun qoşması olur. Yəni, kök adda 2 plus 1 olacaq. Başlayacaqsınız bundan kvadrat tənlik yazmağa. Tənliyin kökləri cəmini göstərəcəksiniz. Olacaq mənfi 2 kök adda 2 dənə kök adda x. Kökləri hasili də, bunların kökləri hasili deyəcək 1. Neçə? Burada yazırıq, nə? 1. Bu da oldu sizin kvadrat tənliyiniz. Sonra, baxırıq nəyə? 18-ci sual. 18-ci sual rahatdır. Sizə keçən ildə rahat belə bir sual düşmüşdü. Qətiyyən narahatçılığa ehtiyac yoxdur. Deməli, buradan x, y çıxardıram. Yerdə qalır y, burada da qalır x. Bərabər 54-ə. Vətəndaşlar, x, y 6 delə. 6 vurulsun y plus x bərabər 54-ə. Y isə gəl x bərabərdir 9-a. Tapdıq da A variantı. Daha sonra 19-cu suala. 19-cu sual paralelogramın sahə düsturudur. Ümumiyyətlə, paralelogramın hansı sahə düsturları var? A vur B, vuraq, sinus alfa var.
Və yaxud da ki, A vuraq H düsturu var. İstənilən dördbucaqlılar üçün sonra bir dənə də sahə düsturu var. D1 vuraq D2 vuraq sinus alfa bölü 2 də ola bilərdi. Amma burada bizə lazımdır A vuraq H-la hesablamaq. Baxın, bura 8-dirsə, burada 8-dir. Yuxarı 12-dirsə, burada 12-dir. Sahəmiz olacaq 6 vur 12. Yadınızda saxlayın, böyük tərəfə kiçik hündürlük çəkilir, kiçik tərəfə böyük hündürlük çəkilir. İndi burada nə yapacağıq? 6 vuraq 12 bərabərdir 8 vuraq H-a. H-ımız da elədi nə qədər? 9. Yəni A variantı. Keçək indi növbəti neçənci sualımıza? 20-ci sualımıza. 20-ci sualımızda nə edirik? Deyir, şəkilə əsasən x-i tapın. Çoxbucaqlıdır. Çoxbucaqlının daxil bucaqlarının cəmi 180 vurulsun n-2-dir. Əla. Bura 50-dirsə, açıq bucağa görə bura 130 dərəcədir. Bura 80-dırsa, açıq bucağa görə 100 dərəcədir. 5 bucaqlıdır. 5 bucaqlının daxil bucaqlarının cəmi 180 vurulsun 5 çıxaq 2 eləyir 3. Nə qədər oldu? 540 dərəcə. İndi gəlin bunları toplayaq. 130 üstə gəl 120, 250, üstə 100 gəlsən 350, üstə 100 gəlsən 450. Deməli 540 çıxaq 450, yəni yerdə qalan x-i tapacam, o da eləyəcək 90 dərəcə, yəni B. Keçək növbəti sualımıza. Növbəti sualda vuruqlara ayıraq. Deməli, yazaq ki, x üstə gələk. Müəllimlər, burada belə bir şey var. D bərabərdir B kvadratı. Biz bunu vuruqlara ayıra bilməyəcəyik. Nəyə görə? A böyükdür 0 və diskriminant kiçikdir 0 alırıq. Baxın, D bərabərdir B kvadratı, yəni 36 minus 4AC. Görürsünüzmü? Mənfi alırıq. Deməli, A böyükdür 0, diskriminant kiçikdir 0 olanda cavabımız mənfi sonsuzluq, müsbət sonsuzluq olur. Yəni A variantı olacaq. Sonra 22-ci sualda ABCD paralelogramında B-yi, baxın, əslində bunun düsturu var, amma düsturu bizə lazım deyil. B-yi bərabərdir YC-yə və CF də bərabərdir FD-yə. Mən istəyəcəm burada, heç düstura getmirəm. Baxın, buradan bir dənə xət çəkirəm. Bax, üçbucaq yarandı. Bilirsiniz harada? ABC üçbucağı yarandı. Bir də yarandı ADC üçbucağı. Diqqətlə baxsaz görərsiniz ki, bu çəkdiyim bu xət var, məsəl üçün bu. Bu əslində mediandır. Median da sahəni yarı bölür. Plus da paralelogramın diaqonalı onun sahələrini yarıya bölür. Məsələn, sahəmiz bizim ümumilikdə 60-dırsa, bunun 30-u bu tərəfə düşür. 30-u da o biri tərəfə. Yəni belə deyək də, bax bu diaqonal bu sahəni ayırır 30-un 30-a. Plus da mən görürəm ki, bax burada bu sahə 30 deyilmi? Median sahəni yarı bölür axı. 15, 15 bura düşür. Bu tərəfin də sahəsi 30 idi. 15-i bura düşür, 15-i də bura düşür. Deməli, onda belə çıxır ki, A, Y, C, F fiqurunun sahəsi 30 imiş. Yəni, düsturu əzbərləmədən də biz bunu tapa bilərdik. Sonra, keçək nəyə? 23. Deməli, nə cür düsturu əzbərləmədən deyirəm? Çünki mən çox da düstur əzbərləmənin tərəfdarı deyiləm. Yəni, düsturla birdən şagird soruşur ki, bunu hardan aldın? O hardan başa salmaq var da. 23-də nə edəcəm? Oxşarlıq var. Harada da oxşarlıq? Bu kiçik üçbucaqla, bu balaca var ya, EMB. O ilə böyük ABC bir-birinə oxşuyurlar. Hardan bilirəm? Subutum da var. Bu alfadırsa, böyüyün alfasıdır, balacanın da alfasıdır. Məsələn, paralellik var burada. Tamam, bu x bucağıdırsa, uyğun bucaqlara görə bu da x-dir. Bu y-dirsə, bu da uyğun bucağa görə y-dir. Və yəni mən tam şəkildə deyə bilirəm ki, bunlar nədir? Bir-birinə oxşardılar. Balaca üçbucağın, yəni tiqqəli üçbucağın, belə deyək də, balaca tərəfi 2-dir, böyüyün tərəfi 5-dir. 2-nin 5-ə nisbəti bərabər. Balacanın oturacağı 3-ün böyüyün oturacağına nisbəti. Baxın, görün nə qəşəng oldu. Çarpaz vursaq 2x bərabərdir. 3 vuraq 5-ə. X də bərabərdir 7,5-ə. Yəni D variantı. Sonra 24-cü sualda deyir ki, 5x üstə gəl 4y üstə gəl 8 bərabər 0 düz xətti ordinat oxunu hansı nöqtədə kəsər? Ordinat oxunu kəsirsə, deməli onda bizim x-imiz nə olmalıdır? 0 olmalıdır. Aparaq x-a 0 verək.
Üstə gəlsin 4y plus 8 bərabərdir 0-a. Buradan da alırıq 4y bərabərdir mənfi 8, y-imiz oldu mənfi 2. Deməli, koordinatlarımız oldu 0, mənfi 2. Yəni C variantı. 25-ci sualda ədədi silsilədə A19 çıx A11 bərabərdir 56 olarsa silsilə fərqini tapın. Gözəl insanlar, bizim silsilə fərqi üçün düsturlarımız var da. A2 minus A1 və yaxud da ki, belə bir silsilə fərqi düsturumuz da var. AN minus AK bölünsün M minus K-ya. Belə bir düsturumuz da var idi. Deməli, onda biz belə eləyə bilərikmi? D bərabərdir 56 bölünsün, bax 19 minus 18, yəni indekslərin 19 minus 11 fərqinə. 56 bölək 8, yəni burada sadəcə lazım idi ki, siz düsturu biləsiniz, o da edir A variantı. Sonra, bir də sizlərdə sizə bir keçən maraqlı bir şey öyrədim. Məsəl üçün, özünüzü yormadan tərəzi qaydası deyimsə, tutalım ki, verir, məsələn, bir dənə silsilə yazım da özümdən. 2, 4, 6, 8, 10, bir də yazıram 12, aha, bir də 16, 14 yazaq. Silsilədir bu. Məsələn, sizə deyər ki, tutalım da, A4 bərabərdir 8 olarsa, ilk 7 həddinin cəmini tap. Mən bilsiz nə edirəm? 8-i vururam 7-yə, cavab edir 56. Hardan bilirəm? Ortada dayanan var, bax, 4-cü tərəzidir, baxın, tərəzi. Solunda 3 dənə ədəd var, sağında 3 dənə ədəd var. Tərəzi qaydasıdır. Elə bu 8-i vururam 7 dənə döyür sayına 56. Həqiqətən də baxın, subut edeyim sizə. 2 üstə gəl 4, üstə gəl 6, üstə gəl 8, üstə gəl 10, üstə gəl 12, üstə gəl 14. Gəlin toplayaq. 56 alınmasa baxarıq. 2 üstə gəl 4, 6. Üstə 6 gəlirsən 12, 20, 30, 42, 56. Gördünüz, tərəzi qaydası ilə aldım həmin şeyi. Həndəsi silsilədə də o şeyi eləmək olar. Məsələn, bax, nümunə üçün deyirəm. 2, 4, 8. Həndəsi silsilədir. Sonra sizə deyə bilər ki, ilk 3 həddin hasilini tap. Mən bir sizə edirəm, ortada dayanan həndəsi silsilə, baxın, tərəzi qaydasıdır. Solunda biri dayanıb, sağında biri. Həndəsi silsilədə 3 dənə ədəd deyil, 4-ün kubu yazıram. Məsəl üçün, bayaqları ədəd silsilədə vururdum, amma burada kuba yüksəldirəm. 4-ün kubu 64. Həqiqətən də baxın, ilk 3 həddin hasili 2 vur 4, vur 8, 64 eləmirmi? Hər zaman da doğrudur, tam əminliklə yaza bilərsiniz. 26-cı suala baxaq, sinus alfa. Yadınızda saxlayın. Bunlar düzbucaqlı üçbucaq qaydası ilə işlənilir. Sinus alfa nədir? İti bucaq qarşısındakı katetin hipotenuza nisbəti. Tangens alfa nədir? Tangens alfa qarşı katetin digər katetə nisbəti. Katangens alfa bitişik katetin digər katetə nisbəti. Kosinus alfa bitişik katetin hipotenuza nisbəti. İndi mən burada nə etməliyəm? Baxın, 4 bilirəm, 5 bilirəm. Pifagora görə buranı da taparam 3 eləyər. 3, 4, 5. Pifagor üçlüdür. Tangens alfa nəyə bərabər idi? Qarşıdakı katetin digər katetə nisbətinə, yəni 4 bölək 3-ə. Cavab oldu Y variantı. Sonra 27-ci sualda oturacağının radiusu 3 sm və hündürlüyü 8 olan silindrin yan səthinin sahəsini tapın. Oturacağının radiusu, bir dənə silindr çəkək, fırlanma cisimləridir bunlar, qəşək çəkdik. Baxın, oturacağının radiusu 3 və hündürlüyü 8 olan, bax, hündürlüyə 8 yazaq, silindrin yan səthinin sahəsi. Yan səthinin sahəsinin düsturu belədir də 2 pi r, yəni oturacağının perimetri, o da uzunluqdur da, vuraq h. Baxın, 3 vuraq pi, vuraq 2, 2 pi r-dən eləyirəm də, vuraq 8. Nə qədər eləyir? 48 pi kvadrat. Bizə yan səthinin sahəsini deyirdi, hə, heç bir problem yoxdur. Oturacağının perimetrini vururam haşa, S yanı tapıram. O da əslində bilsiz hardan gəlir, bunu sizə deyim də. Baxın, buradan çəksəz, baxın, beləsinə. Məsəl üçün, yan səthinin sahəsi əslində bunu büküb, bu şəkli belə deyək də, məsələn, bir vərəqi bükürsünüz, silindr yaradırsa, o vərəqi büküb açanda görəcəksiniz ki, həmin bax bu çevrənin uzunluğu elə bil həmin vərəqin düzbucaqlının uzunluğudur. Ona görə də bax bunun uzunluğu elə yumurlayanda bağlanır da və 2 pi r vurulsun h yaranır və cavab olacaq nə qədər? 48 pi. Yəni B variantı. Sonra oturacağının perimetri vuraq h belə deyək də.
Zəri 2 dəfə atdıqda düşən xallar cəmi 15-dən böyük olma hadisəsinin ehtimalını. Zəri 2 dəfə atanda 15-dən böyük olsun. Gəlin baxaq da. 15-dən böyük olması üçün heç mümkündürmü? Yox, heç özünü öldürsə də mümkün deyil. Yəni maksimum 6 qoşada, 6 qoşada heç 15-dən böyük deyil ki, bunun ehtimalı 0-dır. Ola bilərdi ki, məsələndə deyərdi ki, zəri 2 dəfə atdıqda düşən xallar cəminin məsələn deyirəm ha, 11 olması ehtimalını tap. 11 yox, o qoy 10 olsun. 10 olma ehtimalını tap. Bu zaman siz necə düşünürsünüz? 5 qoşa 6-nın 4-ə 4-ün 6. Amma 5 qoşanı 2 dəfə yazmırlar, bir dəfə yazmırlar. O 10 olsun. Tam 10 olma ehtimalını soruşsaydı, 5 qoşa 6, 4, 4-ün 6 vəsə. 2 zər atılır, ümumi hal 36, əlverişli də 3-dür. Onlar da 36-da 3, yəni 12-də 1. Amma bizə 15-dən böyük deyir, o da heç yoxdur da. Sonra 12 nəfərlik sinifdən 8 nəfər riyaziyyat olimpiyadasına, 6 nəfər fizika olimpiyadasına və 4 nəfər hər iki olimpiyadaya hazırlaşır. Həmin sinifdən seçilmiş bir nəfərin olimpiyadaya hazırlaşan olması ehtimalını tapın. Gəlin belə eləyək də. Baxın, 12 nəfərlik sinifdir, riyaziyyata gedirlər, bir də fizikaya gedirlər. Belə eləyək. 8 nəfər riyaziyyat, 4 nəfər hər ikisinə gedir. Bura 4 yazaq. Demirdi 8 riyaziyyata, 4-ü bura düşür. Fizikaya 6 nəfər düşürsə, ikisi də bura. Baxın, 4 plus 2, 6. Deməli, bu sinifdə əslində 10 nəfər olimpiyadaya gedir. Və bunun da ehtimalını soruşursa, 12-də 10. O da eləyəcək 6-da 5. Yəni, B variantı. Sinifdə əslində 10 nəfər olimpiyadaya gedir. Venn diaqramı ilə onu eləyirsiniz. Ümumi halı məxrəcə yazırsınız. Əlverişlimiz də 10 nəfər idi. Sürətə yazdım və ehtimalı tapdım. Sonra məsəl üçün gəlin sizə qəşəng şəkillərlə deyim. Keçən də düşmüşdü. Məsələn, mən bunları dəfələrlə demişəm. Təkrarçılıq olmasın, amma köməyinizə çatacaq. Məsələn, üçbucaq saymağın nərdivan qaydası var. Buna mən nərdivan deyirəm. Bunu yazırlar belə. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. Nə qədər elədi? 6, 6, 6. Toplamda oldu nə qədər? 18 dənə. Sonra məsələn, üçbucaq var, yıxılan dayanan. Mən ona yıxılan dayanan deyirəm. Belə, sizə keçən il düşmüşdü. Mən nə qədər YouTube'da izah eləmişdim ondan. Bilmirəm, baxmışdınızsa yox. Baxın, belə bir şey verir. Olsun belə. Deyək ki, bu şəkildə neçə dənə üçbucaq var. Mən birinci düz dayanana baxıram. Bax, düpədüz dayana görürsünüzmü? Yıxılan dayanan ona görə deyirəm. Dayanana baxsaq, bax, diqqətlə baxın. Bura olacaq 1, 2, 1, 2, 1, 2. Baxın. 3, 3, 3. Nə qədər oldu? 9 dənə. Dayananlarda 9 dənə toplam. İndi gəlin yıxılana baxaq. Yıxılana baxın. Baxın. Gördünüz yıxılanımız. 1, 2, 1, 2, 1, 2. Nə qədər oldu? 3 üstə gəl, 3 üstə gəl, 3. 9 da burada nə oldu mu? Yıxılanlardan. Deməli, toplamda 18 dənə üçbucaq var. Sonra, məsələn, tospik qaydası düşə bilər tisbağa. Məsələn, tam ki, düzbucaqlıdır bu şəkil. Və belə deyək də, düzbucaqlılardan ibarətdir. Deyək ki, tisbağa bu nöqtədə dayanır, A nöqtəsi. A nöqtəsindən C-yə, oradan da D-yə neçə üsuldan gedə bilər? Mən bunu təkrarlanan permütasiya kimi baxıram. Baxın, bu uzunluq dilə U yazırsan. E. Neçə dənə hərf var? 6 dənə. 6 faktorial bölünsün. 3 dənə U hərfi var. 3 faktorial. 3 dənə E hərfi var. 3 faktorial. Gördünüzmü? Deməli, bunu hesablayırsınız, tapırsınız ki, neçə üsulla gedə bilər. Yəni, tospik düzbucaq yaratdırsa dayanmalısınız. Ola bilər, baxın, tospikin belə bir yolda var. Məsələn, tospik gələ bilər. Bunu da deyim. Bircə saniyə. Baxın. Bax belə. İndi birazdan sizə 10 suallıq sınaqda göndərəcəm. Sonra eləyərik, keçərik. Yəni gündəlik 10 dənə sual gəlir. Ayda da 5 dənə ümumi sınaqdır. Bu bizim ümumi sınaqlarımızdan biridir. Öz qrupumuzun müəllimləri 10 manat ödəyir. Kənardan gələn müəllimlər isə 20 manat ödəməklə qoşula bilərlər. Gündə 10 dənə əlavə sual və aylıq 5 dənə də böyük sınaq verilir. Bir də istəsəniz keçən ilki 40-dan 50-dən çox sınaqlarımız var. Onu da hədiyyə eləyə bilərik sizə. Gəlin belə eləyək. Deməli, baxaq nəyə?
Deməli, tospik getsin A-dan B-yə, oradan C-yə və o hissədən də D-yə. Neçə üsulla gedə bilər? Tospik birinci A-dan B-yə, C-yə gəlsin, dayansın. Tospik burada istirahət eləməlidir. Hansısa nöqtəyə çatdı. U, bu da E. 4 faktorial bölək 3 faktorial. Bu C-yə qədərdir. Amma buradan burada E 2 faktorial qədər gedir və bunları bir-birinə vururlar. Sakın toplamayın ha. Vururlar. Cavab edir 4 vur 2, 8 üstündən gələ bilər. Sonra gedək. Neçən? Bir də 3 bucaq saymaqda bax belə də bir şey verə bilərlər. Baxın, diqqətli olun ha. Belə də verə bilərlər. Deyək ki, bu şəkildə neçədən 3 bucaq var? Bax, belədir şəkildə. Narahat olmayın. Bu da deməli nərdivan qaydasıdır. Sadəcə nərdivanı baş ayaq veriblər ki, sizi çaşdırsınlar. 1, 2, 3, 1, 2, laf belə yazımı qoy, gözünüz çaşmasın. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. Yenə bayaqçı qayda ilə. Toplayıram 6, 6, 6, 6. 24 dənə 3 bucaq var. Yəni belə görsəniz də qorxmayın. Eyni qaydadır. Sonra gedək neçənci suala? Maşallah 30-cu suala gəlib çatmışam. Vay dədə gəl, 50 dəqiqə danışıram. Qabda 6 şaftalı və 4 ərik var. Qabda götürmüş 3 meyvədən ən azı ikisinin şaftalı olması ehtimalı. Ümumi hal kombinzon 10-dan 3-dür. Ən azı 2 şaftalı demək ki, yəni biz məcburuq 2 dənə şaftalı götürməyə. Çox da götürə bilərsən, amma ən pis halda 2 şaftalı götürməlisən. Və mən düşünürəm ki, qoy 2 dənə şaftalı götürürüm, kombinzon 6-dan 2, bir dənə ərik götürüm və hadisəsində və ya ola bilər ki, elə 3-ünü də şaftalı götürərəm. Axı mən 3-dən cəmi 3 dənə meyvə götürə bilərəm. Kombinzon 6-dan 3. Yəni, baxın, məxrəcə yazılır, ümumi hal kombinzon 10-dan 3. Sürətə yazılır kombinzon, bunu biraz balacalaşdırın. 6-dan 2, kombinzon 4-dən 1, üstə gələk kombinzon 6-dan 3-ə. Baxın, bunu belə yazırıq. İndi burada bunu yazaq, hesablayaq. Kombinzon 6-dan 2 nə verir? 6 faktorial bölək 6 minus 2, 4 faktorial, vuraq 2 faktorial. Bu eləyir 15. Sonra, canım istədiysən, kombinzon 4-dən 1. Kombinzon 4-dən 1 əslində əzbərdə deyə bilərsən, amma 4 faktorial bölünsün 4 minus 1, 3 faktorial, vuraq 1 faktorial. Əslində kombinzon n-dən 1-ə n verir. Məsələn, permutasiya n-dən 1-ə n faktorial verir. Yəni, bunu əzbəri bilə bilərsiniz, elə 4-dür bu. 15 vur 4, 60 bu elədir. Kombinzon 6-dan 3. 6 faktorial bölünsün 6 çıx 3, 3 faktorial, vuraq 3 faktorial. Bunlar da ixtisara getdi. 4 vur 5 vur 6. Bölünsün 3 faktorial da 1 vur 2 vur 3'dür. Bunlar da getdi. Oldu nə qədər? 20. Yaxşı, məxrəcədə də yazdıq burada sürətə 20. 60 dəqiqə 20 bizim əlverişli halımız 80-dir. Kombinzon 10-dan 3-əni hesablayaq. 10 faktorial bölünsün 10 minus 3, 7 faktorial. Vuraq 3 faktorial. 8 vur 9 vur 10. 3 faktorialımız da 1 vur 2 vur 3'dür. 720'ni də 6'ya böləndə eləyəcək 120. Cavab olur 120-də 180. Bunu da 40'a bölsəz 2, 40'a bölsəz 3. Cavab elədi 3'də 2. Yəni ehtimalımız 3'də 2'dir. Y variantı. Sonra keçək. Bir də məsəl üçün biz nə düşə bilər? Məsələn, şərt ehtimal düşə bilər. Şərt ehtimal nədir? Tutalım bizim 10 dənə qırmızı karandaşımız var. 6 dənə də yaşıl karandaşımız var. İndi gözün şərt ehtimalını necə vuracam. Deyirəm ki, torbadan, belə deyək də səbətdən karandaş çıxardıram. Onun birincisinin, bax birinci deyirəm, amma birinin demirəm. Birinci qırmızı, ikincinin yaşıl olma ehtimalını tapın. Amma bir şərtlə qoyuram ki, torbaya geri qaytarmamaq. Yəni, qırmızını götürdünüzsə, götürdük, geri qaytarmaq. Onda şərti ehtimala görə birincinin qırmızı olma ehtimalı 16-da 10'dur. Yəni, 16 dənədən 10'u qırmızıdır. Və həmin karandaşı götürüb qırağa qoyuram axı. Yerdə qalır 15 karandaş. O ikincinin yaşıl olması isə 15'də 6'sı. Bu olur şərti ehtimal. Belə yazırsınız.
Amma birinin şərti tamam başqadır. Birincinin, ikincinin şərti isə budur, şərti ehtimaldır. Deyir vuruqları ayırıb. Mən bunu 8-ci siniflər kimi vuruqları ayıracaq. MN qaydası ilə bilsiniz ha. MN nədir? O hansı ədəddir? Vuranda 6 eləsin. Toplayanda eləsin -5. Hansı ədəddir? -2 ilə -3. Niyə? Baxın, mən -5x-i o qədər üsulla parçalayaram. Nə bilim, -8x bölü 5x, -4x çıx x. Çox üsulla parçalaya bilərəm. Amma mənə sərf eləməz. Mənə sərf eləyən bax bu MN-dən tapdığımdır. Tapdım ki, -3 və -2. Deməli, mən bunu belə parçalaya bilərəm də. 3x kvadrat -3x -2x şəklində parçalasam, 3x-i ortaq vuruq kimi çıxardaram. Baxın. Burada 3x-i ortaq vuruq kimi çıxardıram. Qalır x -1. Buradan da 2-ni ortaq vuruq kimi çıxardıram. x -1. x -1-i bir yerə yığıram. Yerdə qalır 3x -2. Deməli, cavabımız oldu nə? Y variantı. 31-də Y. Parçalamaqla vuruqları ayırdıq. Sonra deyir, parabolasının təpə nöqtəsinin koordinatlarını tapın. Təpə nöqtənin koordinatları M-dir. Bir də simmetriya oxunun tənliyi də M bərabərdir X-dir. Məsələn, parabolanın tam eləsi var ki, hazır nəzir görürsən. Tam f(x) bərabərdir. Məsələn, deyirəm. X üstə gəlsin 5-in kvadratı, üstə gəlsin 4. Əslində düstur belədir. X çıx M-in kvadratı plus N. Mən təpə nöqtəsinin koordinatı, yəni x-i -5 görürəm, y-i 4. Bu hazır nəzir görünür. Amma bu tiplərdə mən müxtəsərə gətirə bilmirəm deyə düsturdan istifadə edəcəm. Düsturumuz da -b bölü 2a-dır. Bir də y-in də koordinatı 4ac çıxaq b kvadratı bölü 4a düsturu ilə hesablanır. Və mən burada nə edəcəm? Baxın. Deməli, -b, yəni 8 bölü 2a. 2 vuraq 3. Nə qədər edir? 6-da 8, 6-da laf heç niyə 6-8? İxtisar aparıram, 3-də 4. Deməli, x-imiz 3-də 4-dür. Cidə y-i tapaq, 4ac. 4 vuraq 3. Bax, bu a-nı göstərir, bu b-ni göstərir, bu c-ni göstərir. Yəni, bizim düsturumuz əslində necədir? ax kvadratı üstə gəl, bx üstə gəl, c şəklindədir. Və 4ac, 4 vuraq 3, vuraq 5, çıxaq b kvadratı, bölək 4a, yəni 4 vuraq 3. Buradan da alırıq ki, 60 çıx 64, nə qədər edir? -4 və 4 vuraq 3. Aha. Bu da edir nə qədər? -3-də 1. Deməli, cavabımız oldu 3-də 4 və -3-də 1. Haradadır o? 3-də 4 və -3-də 1 A variantındadır. Keçək növbəti 33-cü sualımıza. Funksiyanın ən böyük qiymətini tapın. Funksiyanın ən böyük qiyməti deyəndə, bax, siz bilirsiniz ki, sinus hansı aralıqda qiymət alır? -1, -1 aralığında qiymət alır. Bir dəfə -1 qoysam, 3 çıxaq. Buraya fikir verməyin, narahat olmayın. Lap sinus 15x də ola bilər. 3 çıxaq, 2 vuraq -1, alarsınız 5. Bir dəfə də ala bilərsiniz. 3 çıxılsın, 2 vuraq -1, alarsınız 1. Bizdə də soruşur nəyi? Ən böyük qiymət. Ən böyük qiyməti 5-dir. Məsələn, məktəb kitablarında belə bir şey var. Düzdür, testlərdə yoxdur, amma ola bilər gələr. Məsələn, deyə bilər ki, amplitudunu tapın. Amplitud bilirsiniz nədir? Funksiyanın maksimum qiymətindən minimum qiymətini çıxıb 2-yə bölərik. İndi bizim maksimum qiymətimiz neçə idi? 5. Deməli, 5 çıx 1 böl 2. Maksimum qiymətini, minimum qiymətini çıxıb 2-yə bölürsən, o da edir 2. Yəni, amplitud soruşsaydı, hə. Amma amplitud soruşmamışdı ki. Sonra tənliyi həll edirik. Gəlin tənliyi həll edək. Tənliyi həll etmək üçün siz birinci bilməlisiniz ki, kosinusun özünün bir belə deyək də formulası var. Nədir o formula? Plus minus arc kosinus alfa üstə gələk 2pi-k və k da daxildir z-ə. Amma biz bilirik ki, kosinusda mənfi alanda arc kosinus daxil. Ona görə orada pi-dən çıxacaq. İndi gəlin görək buradan başımıza nə iş gəlir hələ. Deməli yazıram. 2 kosinus 2x bərabərdir -1-ə.
Kosinus 2x bərabərdir -2-də 1-ə. -2-də 1-i kosinus harda alır? Kosinus ümumiyyətlə 2-də 1-i alır, deməli 60 dərəcədə, yəni pi bölü 3-də. Amma mənfi olduğuna görə biz pi-dən çıxmalıyıq pi bölü 3-ü. Çıxıram, eləyir nə qədər? 3-də 2 pi. 2x bərabərdir 3-də 2 pi, üstə gələk 2 pi k. Hər tərəfi də 2-yə bölsəniz, alacaqsınız ki, özü plus minus da qoymalıyam. Alacağıq ki, plus minus, hər tərəfi 2-yə bölsək, pi bölü 3, üstə gəlinsin pi k. Haradadır o da? Deməli, bu da bax, deyəsən B variantıdır. Bax, B variantı. Sonra, ümumiyyətlə mənlər, mən heç bir testdə hazırlaşıb çıxmıram. Ona görə də ola bilər ki, bəzən hansısa bir hesab səhvini eləyərəm. Yəni, bədahətən daxil oluram, izah edirəm. Yəni, tamamilə müəllimlər var ki, bəzən mən baxmışam ki, baxırsan nəsə izah edirlər, oradan vərəqin şaqqıltısı gəlir, şaq. Bilirsən ki, ora köçürdü, oradan danışır. Vərəq şaq eləyir, yəni ondan bilirsən. Yəni, məndə elə bir şey yoxdur. Bədahətən daxil olub izah edirəm, amma bəzən ola bilər ki, hesab səhvim olar. Yəni, bilin ki, Arzu müəllimə, yəni bu sualları sizinlə bərabər həqiqətən bədahətən işləyirəm. Sonra, məsələn, baxın, loqaritma, bax, bu bisinəcəm. Bax, bu 2-ni qaytaracam bunun başının üstə. Məsələn, tam belə bir şey deyək. 4 loqaritma 4 əsasdan 5. Belə bir düstur var əslində. A üstü loqaritma A əsasdan n. Bu A'lar bir-birini aparır, buradan da qalır. Yəni, burada da 4-lər bir-birini aparar, 5 qalır. Amma mən, bu 2 mənə mane olur. 2-ni qaytarıram bunun başının üstə. Baxın, 7-nin başının üstə qaytardım. Bunlar getdilər. 7-nin kvadratı neçə eləyir? Eləyir 49. Şu. Cavabımız 49-dur. Əssalam. Sonra baxaq 36-cı suala. Sonra görürüm burada nə baş verir? Funksiyası üçün f -1-i tap. Heç nə deyir? Törəməsini tap. Bax, budur. Törəməsini tap, apar yerinə -1 qoy. Törəməsini tapaq. X kvadratının törəməsi 2x-dir. 3-ü vurursan 2x eləyir 6x. Çıxılsın 2, tapdım. İndi aparaq yerinə -1 qoyaq. 6 vuraq, -1, çıx 2. Nə qədər elədi? -8. Cavabımız olur -8. Bir də, ola bilər sizdən soruşar ki, məsələn, bir dənə verər, deyər bunun ikinci tərtib törəməsini tap. Məsəl üçün deyirəm, 6x kvadratı. Deyər ki, f, bax bu, məsələn, ikinci tərtib törəməsini tap, apar yerinə 1 qoy. Siz gərək ikinci tərtib törəmə nə demək? Yəni, 2 dəfə törəməsini tap. 6x kvadratının törəməsi, siz bilirsiniz ki, x kvadratının törəməsi 2x-dir. Yaxşı, yazıram 6 vuraq 2x. Bu birinci tərtib törəməsi 12x. Bir dəfə də törəməsini tapsam, yəni 12x-in törəməsini tapsam, cavab eləyər 12. Yəni, ikinci tərtib törəmə budur. İndi burada gətirib bir qoyası deyil, amma heç. Yəni, ikinci tərtib törəmə odur ki, 2 dəfə törəməsini tap. Sonra, 37-ci sualda nöqtəsindən keçən ibtidai funksiyasını tapın. İbtidai funksiyada üçün bizə C lazımdır, amma C-ni bilmirəm. Bilmirəm. Axtaracam onu. İbtidai funksiyada belə bir şey eləyirlər. Baxın, x-in kvadratı deyilə, üstə 1 gəlirlər, aldıq 3, aldığın şeyə böl. Yəni, ibtidai funksiya elə bir törəmənin tərsidir. Yəni, siz düşünürsünüz ki, Allah, nəyin törəməsi görəsən x kvadratıymış? Belə düşünək. Nəyin törəməsi? Həqiqətən də baxırsaq, görürük ki, məsələn, x kubu böl 3-ün törəməsi həqiqətən də bizə nə verir? X kvadratını verir. Gördünüz? Ona görə də burada, vətəndaşlar, üstə 1 gəlib bölürlər aldığı şeyə. Məsələn, baxın, bölürəm, aldığım şeydə böldüm. Gördünüz? Üstə 1 gəldim, 3-ə böldüm. Çıxılsın, nəyin törəməsi bilinmiş? X-in. Üstə gəl C yazıram. Aha, müəllimlər, mən bilmirəm axı, burada C nədir? İndi aparaq bu koordinatları yerinə qoyaq. Bax, x-in yerinə 0 qoyacam, y-ə 1 qoyacam. X-in yerinə 0 qoysam 0, çıx 0, üstə gəl C bərabərdir 1-ə. Deməli, sizin C-niz 1-dir. İndi biz bunun ibtidai funksiyasını qəşəng səliqəyə salsaq, 3-də x kubu çıx x üstə gəl 1 olacaq. Bir də görək bu haradadır? X 3-də x kubu çıx x üstə gəl 1. C variantı 37-də. Baxaq növbəti 38-ci sualımıza. Qabarıq çılbucağın daxili bucaqlarının cəmi 1440 olarsa, onun tərəflərinin sayını tapın.
Qabarıq çoxbucaqlının daxil bucaqlarının cəmi rahat bir şeydir. Yəni düsturu bilsəz eləyərsiniz. 180 vurulsun n-2 bərabərdir 1440. n-2 bərabər 1440-ı da 180-ə böləndə düşəcək nə qədər? 8 dəfə. 0, 64, bu da 14. Bəli, deməli burada olacaq cavab 8. Aha, əla. n-2 bərabərdir 8-ə, n də bərabərdir 8-in üstə 2 gəlirsən, cavab eləyir 10. Deməli 10 elədi cavab. C variantı. Sonra perimetri 32 olan rombun kör bucağı 150 dərəcədir. Rombun daxilinə çəkilmiş çevrənin radiusunu tapın. Taparım, problem yoxdur. Siz hardan tapacağım? Sahə ilə tapacağım. Düzgün deyim sizə. Məsələn, rombdan söhbət edir. Rombdan. Perimetri 32-dir eləmi? Perimetri 32-dirsə, rombun bütün tərəfləri bərabərdir axı. 32-ni bölürəm 4-ə, edir 8. Bax, tərəf 8, 8, 8-dir. Kör bucağı 150-dirsə, iti bucağı 30-dur. Rombun bir dənə sahə düsturu var ki, S bərabərdir A kvadratı sinus alfa. Yəni, 8 vur 8 sinus 30. O deyir 64 vuraq 2-də 1. Cavab elədi 32. Sahəmiz 32-dir. Bizim bir dənə də sahə düsturumuz var ki, tərəf vuraq h. Yəni 8 vuraq h bərabərdir 32-yə. Sizin h-ınız 4-dür. Mən də deyir ki, daxilinə çəkilmiş çevrənin radiusu. Bunu niyə əlaqələndirirəm? Rombun daxilinə çəkilmiş çevrənin diametri ilə hündürlük eyni şeydir. Diametr bərabər olur h-a. Yəni mən bu h-ı tapdım, elə bilin ki, çevrənin diametrini tapdım. Deməli, h 4-dürsə, diametr də 4-dür. Diametr 4-dürsə, radius diametrin yarısı deyilmi? 4-ü 2-yə bölürük, cavab edir 2. Deməli, radiusumuz 2-dir. A variantı. Sonra, keçək 40-cı suala. Deyir, 4x üstə gəlir 3y minus 24 bərabərdir 0 tənliyi ilə verilmiş düz xəttin koordinat topları ilə əmələ gətirdiyi üçbucağın sahəsini tapın deyir. Mən də siz nə edərəm? Birinci x-a 0 verərəm. İstəyirəm ki, koordinat topu ilə əmələ gətirdiyi düzbucaqlı üçbucaq yaranacaq. Oradan mən tapacağam. Səbirli olun. X-a 0 versəm 3y minus 24 bərabərdir 0 olar. Y-iniz oldu 24-ü 3-ə bölsə 8. Bax, buradan bura qədər 8. Əla. Sonra, indi bu dəfə y-ə 0 verək. İkinci dəfə y-ə 0 versəm 4x minus 24 bərabərdir 0 olar. 4x bərabərdir 24-də, x-iniz də 6-dır. Bax, burada 6 verər. Gözəl insanlar, baxın, burada qəşəng düzbucaqlı üçbucaq yarandı. Düzbucaqlı üçbucağın da sahəsi nədir? Katetləri hasilinin yarısı. Cavab elədi 24. D variantı. Tapdım. Sonra 41-ci suala baxaq. 41. Maşallah gəldik xeyli. Ya Allah, baxaq, görək başımıza nə iş gəlir. 41-ci sualda belə bir şey yazacağım. Rombun sahəsi 400 kvadrat santimetr, diagonallarının cəmi 6 olarsa onun tərəfini tapın. Rombun sahəsi diagonalları hasilinin yarısıdır. Bərabərdir 4. Deməli, D1 vuraq D2 bizə verir 8. Bu da əla. Deyir, onun tərəfini tap. Mən bir dənə belə bir düstur bilirəm, amma bu cür ona gedəcəkmi? 4A kvadratı bərabərdir D1-in kvadratı üstə gələk D2-nin kvadratı. Və bu ilə bəlkə də gediş eləyə biləcəm. Burada da D1-in kvadratı üstə gəlsin D2-nin kvadratına. Biri yaza bilərəm, müxtəsəri köməyimə çağırsam. D1 üstə gələk D2-nin kvadratı. Sıxıram, köməkçidir də. D1 vuraq D2-ni bərabər edirəm 4A kvadratına. Əla. Mən D1 ilə D2-nin cəminin 6 olduğunu bilirəm. 6-nın kvadratı 36. Çıxaq. D1 vur D2-nin 8 olduğunu bilirəm. 2 vuraq 8 bərabərdir 4A kvadratı. 36-dan 16 çıxırsam 20. 20, qocanın düzüm getdim. 20 bərabərdir 4A kvadratına. Buradan da kvadratı bərabər olur 5-ə. Tərəfi də tapdım kökatda 5. Bu cürə kökatda 5 cavabı varmı? Kökatda 5 var. D variantı. Yəni o düsturla gediş eləməliydik. Amma bu niyə yazmadı?
D variantı. Daha sonra baxaq 42-ci suala. 42-ci sualda deyir düzbucaqlı trapesiyanın oturacaqları. Bir dənə trapesiya çəkirəm. Düzbucaqlı trapesiyanın oturacaqları 4 və 12-dir. Böyük yan tərəfi 10-dur. Bu trapesiyanın sahəsini tapın. Mən bilirəm ki, trapesiyanın sahəsi düzdür. S bərabərdir. Orta xətt vurulsun H-dır. Orta xətti taparam, problem deyil. 4 üstəgəl 12 bölü 2. O da eləyir 8. Orta xəttimiz 8-dir. İndi buradan baxın. Bir dənə mən H tapmaq istəyirəm. Bunu ayırıram, bu xətti çəkirəm buradan. Yuxarı 4-dürsə, bax burada 4-dür. Bütün 12-yi daxilində bura 8-dir. Baxın, burada bir dənə Pifagor yarandı. Harada yarandı o Pifagor? Bax, bu hissədə. Mən o Pifagorla o hündürlüyü tapacam. Bura 8-dir, bura 10-dur, eləmi? Düzbucaqlı üçbucaq qaydasında burada oldu 6. Yəni, Pifagor üçlüyü. Hündürlüyümüz deməli 6-dır. Orta xəttdə bilirəm. S bərabərdir 8, vuraq 6, o da eləyir 48. Yəni, cavab 48-dir. Hanı 48? D variantı. Növbəti sualımıza baxıram. Şəkildə AO radiusdur. Baxın. AO radiusdur. AO radius, yəni belə deyək. AO radiusdur. CD 8, CD haradır? Bura 8-dir. AOCD rompdur. AOCD rompdur. Olsun. Onda burada 8-dir, burada 8-dir, burada 8. Deməli, radiusumuz 8-dir. BOC-nin sahəsini tapır. Taparam, problem yoxdur. Bu radius, bu radius. Burada 8-dir onda. Bu da əla. 8. İndi bizə lazımdır ki, mən deməli, bax bu hissəni SB-ni də tapım ki, sahə gəlsin ortaya çıxsın. Gözün görüm onu necə tapa bilərəm. AO radiusdur. Radius. Bu da əla. Bunu tapdıq. Amma SB-nin neçə olduğunu bilmirəm. Bu da rompdur. Bunlar bir-birinə bərabərdir. Yaxşı. Başqa mən nə görürəm burada? Başqa bilirsiniz burada maraqlı nə var? Buradan da bir dənə belə radius çəksəm, bu da 8-dir. Onda belə çıxır ki, bu həm də bərabər tərəfli üçbucaqdır. Baxın, 60. Bu da 60. Onda burada 60 dərəcədir. 60. Əla. Onda 60. 120, burada 60 dərəcədir. Всё. Bərabər yanlı üçbucağın, baxın qırmızı, ya da qoy sarı ilə eləyim. Sağdakı üçbucaq var ya, sarı rəng. Təpə bucağı 60-dırsa, bu da 60, bu da 60. Deməli, onda yanlar 8-8-dirsə, bu da 8-dir. Onda belə çıxır ki, deməli, OBC üçbucağı, OBC üçbucağı bərabər tərəfli üçbucaqdır. Всё. Bərabər tərəfli üçbucağında sahə düsturu hansı idi? A kvadratı kök altda 3 bölək 4. Yəni 64 kök altda 3 bölək 4. O da eləyir nə qədər? 16 kök altda 3. Yəni B variantı. 9-da B. Gedək ikinciyə. Deyir, nöqtə 2 perpendikular müstəvidən. Perpendikular müstəvinin birisini də çəkin. Narahat olmayın. Bax, belə bir xətt kimi çəkin. Yəni, bax, belə. Perpendikular. Perpendikulardır da. Şərtdir ki, belə bir şəkildə gəlir. Qeyri-adi. Belə çəkirəm. Nöqtə 2 perpendikular müstəvidən 6 və 8 məsafədədir. Buradan 6 məsafədədir. Buradan 8 məsafədədir. Bu nöqtədən müstəvilərin kəsişmə nöqtəsinə qədər məsafəni tap. Bura 6-dırsa, bu da 6-dır. Müstəvilərin kəsişmə nöqtəsi, bax, bu hissədir. Baxın, gördünüz, 6, 8, deməli, burada 10 imiş. Cavab 10-dur. Şu, 10 aldıq cavabı. A variantı. Sonra, baxaq 45-ci sualımıza. Bərabəryanlı düzbucaqlı ABC üçbucağın. Baxaq. Bərabəryanlı düzbucaqlı ABC üçbucağının müstəvisinə düzbucaq təpəsindən ayın perpendikulyarı qaldırılıb. Bu şəkili belə çəkim. Biraz belə əyil. Deməli, bərabəryanlı düzbucaqlı ABC üçbucağının A düzbucaqdır. Yaxşı, qoy bu olsun belə. ABC. Düzbucaq təpəsindən AM perpendikulyarı qaldırılıb.
AM 2-dir, BC haradır? BC kök altda 2-dirsə, deyir MC mailinin uzunluğunu tapın. MC maili. MC mailinin uzunluğu gəlir düşür. Baxın bura. Bərabər yanlı düzbucaqlı üçbucaqdırsa, əgər hipotenuzumuz kök altda 2-dirsə, onda katetlər 1-dir. Baxın bura 1, bura 2. AM 2 idi də onsuz da. MC mailində MC mailini də tapanda Pisagordan istifadə edirik. 2-nin kvadratı bizə gələk 1. Cavab kök altda 5 tapdım. Mailin uzunluğu kök altda 5. Yəni bax buraydı. Bu hissə. Oldu kök altda 5 A variantı. Sonra baxaq 46-cı suala. Deyir, oturacağının tərəfi 1, tam səthi 9 olan düzgün dördbucaqlı piramidanın apofemini tapın. Apofem yan tərəfinin hündürlüyüdür. Bir dənə bunu çəkeyim. Sonra görək nə baş verir. Deməli, oturacağın tərəfi 1, tam səthinin sahəsi 9 olan düzgün dördbucaqlı piramida. Heç düsturdan istifadə eləməyəcəm, gözlüyün görməyəcəm. Tam səthin sahəsi nədir? Yəni bütün həm qıraqları, həm də oturacağının sahəsi cəmidir. Avtomatik görünür ki, düzgün deyilsə oturacağı kvadrat. Bu oldu 1. 4-ü buradan gedir. Daha doğrusu 1 vur 1. 9 çıx 1 eləyir 8. Deməli, qıraqdakıların sahələri cəmi 8-dir. Qıraqdakılar da bir-birinə bərabərdir. Axı 4 dənə üçbucaqdır. Deməli, bir üçbucağın sahəsi 8-i bölürəm 4-ə eləyir 2. Bir üçbucağın sahəsi 2-dirsə, apofemi tapmağa nə var ki? Apofem yan tərəfinin hündürlüyüdür. Yəni, H buraq 1 bölək 2 bizə 2 veribmiş. Deməli, onda bir də çıxır ki, H-ımız neymiş? 4-üymüş. Çox. Tapdım buradan. D variantı. Sonra baxaq 47-ci suala. Ox kəsiyinin diaqonalı 10, radiusu 4 olan silindrin həcmini tapın. Ox kəsiyi bilirsiniz nədir? Qoyun bir dənə bu şəkili çəkim. Baxın, burada bir dənə silindr çəkirəm. Çəkdim. Ox kəsiyi bunun burasıdır. Bax, bu hissə ox kəsiyidir. Baxın, burada. Ox kəsiyinin diaqonalı 10-dur. Bax, bura 10-dur. Radiusu 4-dür. 4-dürsə diametr 8-dir. Gördünüz? Pifagor üçlüyü yarandı mı? 10, 8, onda burada 6-dır. Mənə deyir ki, həcmini tap. Silindrin həcmi də nədir? S oturacaq, bura H-dır. Oturacağımızın radiusu 4-dürsə, sahəsi olur nə qədər? 16 pi. Vuraq H. H-ımız da 6-dır. Deməli, həcmimiz olur nə qədər? 96 pi kub santimetr. 96 pi kub santimetr. Cavab oldu B variantı. Sonra, baxaq 48-ci suala. Tili 6 olan kubun daxilinə kürə çəkilib. Baxın, bir dənə kub çəkirəm. Vaxtilə belə bir sual sizə diaqnostikaya da düşüb. Bilmirəm, xatırladınız ya yox. Bu tipdə bir dənə sual olur. Baxın, burada bir dənə kürə çəkirəm. Kürə. Bax, gördünüz kürə. Əgər tili 6-dırsa, deməli, bax, bu kürənin diametri elə 6-ymış. Kürənin diametri 6-dırsa, radiusu 3-dür. İndi deyək, kürənin həcmini. Düsturu xatırlamalısınız. V bərabərdir 3-də 4 pi r kubu. Buradan da alırıq ki, V bərabərdir 3-də 4 vuraq. Radiusumuz neçədir? 3. 3-ün kubu 27 pi. Bunlar da ixtisar getdi. 4 vur 9, 36. 36 pi kub santimetr. Yəni D variantı. Baxırıq 49-cu suala. 49-cu sualda torbada 3 qara, 4 ağ, 5 qırmızı kürəcikdən 2 dənəsi çıxarılır. Çıxarılan kürəciklərin hər ikisinin ağ olma ehtimalıdır. Deməli, birinci, belə deyək ki, ümumi halımız var bizim. 7, 12 dənə kürəcik var. 12 dənədən ikisini çıxardırsam, kombinezon 12-dən 2 və hər ikisi də ağ olsun. Deməli, 4 dənə ağımız var, kombinezon 4-dən 2. Bunu da hesablasaq, gözəl insanlar, gəlin hesablayaq. Hesablasaq, görürük ki, kombinezon 4-dən 2 nə verir? 4 faktorial bölünsün. Deməli, 4-ü
4-dən 2 çıxırsan 2 faktorial, vuraq 2 faktorial. 24 böl 4 eləyir nə qədər 6. Sürətdə 6. Kombinizonun 12-dən 2 isə 12 faktorial bölək 12-dən 2 çıxırsan 10 faktorial, vuraq 2 faktorial. O da eləyir, deməli, 10-a qədər hamısı gedir. 11 vuraq 12 bölək 2. 66 da buradan eləyir. 66-da 6, o da eləyir 11-də 1. C variantı. Sonra 50-ci suala baxaq. 2 zər atılır. Düşən xallar zəminin 10 və ya 10-dan böyük olması hadisəsinin ehtimalı. 2 zər atılırsa 6-nın kvadratı ümumi haldır. Yəni 36. Məsələn 3 zər atılsa, nə bilim 4 dəfə atılsa 6-nın kubu, 4 dəfə atılsa 6 üstü 4, 5 dəfə atılsa 6 üstü 5 olar. 10 və ya 10-dan böyük. 10 olması üçün 5 qoşaq. 6-nın 4-ə, 4-ün 6-ya. 10-dan böyük olması üçün isə və ya deyir axı. Və ya dediyinə görə 10 və ya ondan böyük olması. Deməli, gəlin birinci belə eləyək. 16, birinci 10-dan cəminin 10 olması ehtimalına baxaq. 10 olması ehtimalı 36-da 3 oldu. İndi 10-dan böyük olması ehtimalına baxaq. 10-dan böyük olması üçün də 5-in 6-ya, 6-nın 5-ə, bir də ola bilər 6 qoşa. 3 dənə də hal buradadır. Və ya dediyinə görə, deməli, 5 qoşa, ondan böyük. 5-in 6-ya, 6-nın 5-ə, 36, bircə dəqiqə, düz getdim. 3 dənə də hal buradadır. Başqa bir hal yoxdur. Cavab verir 36-da 6, 10-da ixtisar edərsəz 6-da 1. Qutardı getdi. Yəni, və ya deyəndə ehtimalların cəmi tapılmalı. Birinci mən elə 10-a bərabər olması hadisəsinin ehtimalını tapdım. Sonra ondan böyük olmasının ehtimalı. Sonra bu ehtimalları cəmlədim və ya deyir axı. Sonra keçəyin müəllimlər, deməli, nəyə? Qurikulum. Deyir ki, müəllim lövhədə Rənaya rombun perimetrinin hesablanmasına aid məsələ həlli verir. Duru anlayır, burada Rənadır. Rəna anlayır ki, diaqonalları verilibsə, əvvəlcə tərəfin uzunluğunu, daha sonra perimetri hesablamaq lazımdır. Bu biliyin hansı növünə aiddir? Əgər bunu anlayıbsa, amma məsələ həll edir. Qətiyyən bunu konseptual götürmür. Çünki məsələ həll edirsə, bilik olaraq prosedural bilikdir. Məsələn, indi son qaydalara əsasən, məsələn, biz əvvəlcə tutalım ki, düzbucaqlının sahəsini hesablayırsan, 3 vur 4 12-dir, onu prosedural bilik kimi götürürdük, bilik olaraq. İdrak taksonomiyası olaraq da biz götürürdük tətbiq. Amma indi bu tip məsələlər idrak taksonomiyasında anlama mərhələsinə gedir. Çünki çox asan, yəni 2 alan şagirdin həll edə biləcəyi məsələ anlama mərhələsinə gedir. 52. Müasir dövrdə öyrənmə zamanı idraki və konstruktiv proseslərin əhəmiyyəti ön plana deyir, hansı fikir yanlışdır? Biz yanlışı tapmalıyıq burada. Müasir dövrdə öyrənmə zamanı idraki və konstruktiv proseslərin əhəmiyyəti ön plana çəkilməlidir. Bəli, öyrənmək üçün idraki fəallığı aktivləşdirmək lazımdır. Terminoloji bilik hər hansı bir sahənin elementləri ilə bağlı olan bilikdir. Məsələn, terminoloji, tutalım ki, riyaziyyatda trigonometriya sözünün mənası var, tangent sözünün mənası var, nə bilim, tipdə, məsələn, deyərəm də, tutalım ki, stomaqala, virus, nə bilim, nəsə, bunların özlərinin mənası var. Tam ədəbiyyatda mübaliğə, metafora, bu terminoloji bilik. Bu doğru deyil. Konseptual bilik əlimizdə olan faktoloji biliklər əsasında əlaqə yarada bilmək. Bəli, konseptual bilikdə əlaqə yaradırıq. Niyə, nə üçün sualına cavab axtarırıq? Məsələn, niyə axşamlar hava qaralır? Niyə sualına cavab axtarırsansa konseptual. Amma deyirəm ki, məsələn, məsələni necə həll edərsən? Burada artıq prosedural bilikdir. Metakognitiv bilik müəyyən bir işin icrası üçün lazım olan bilikdir. Xeyr, metakognitiv bilik özü haqqında bilikdir, biliyin ən üst səviyyəsidir. Orada yaradıcılıq var, strateji bilikdir, özü haqqında bilikdir, nəsə yaratmaqdır. Müəyyən bir işin icrası prosedural biliyə aid. Çünki orada proses gedir. Şagirdlər idraki proseslər haqqında nə qədər məlumatlı olsalar, bir o qədər daha yaxşı öyrənə bilərlər. Bu doğru fikirdir. 53. Yaradıcı düşünən insan yenilikləri sınaqdan keçirməlidir. Yaradıcı düşünən insan yenilikləri əgər sınaqdan keçirirsə, bu təcrübə aparmaq deməkdir.
Azad insanları daxili keyfiyyətlərinə görə qiymətləndir. Burada emosional sahənin hansı mərhələsi formalaşır? Əgər daxili keyfiyyətlərinə görə qiymətləndirirsə, bu xarakterize etmədir. Orada valideyn, məsələn, qəbul etmə mərhələsində müəllim dərs danışır, şagirdlər sakit dinləyir, qeydlər götürürlər. Cavab vermə mərhələsində şagirdlər müəllimə sual verə bilərlər, diskussiya yarana bilər. Dəyərləndirmə mərhələsində müəllim dəyərləndirir, mühakimə edir, belə deyək, əsaslandırır. Təşkil etmə mərhələsi isə sanki metakognitiv biliyə malik bir şagird, yəni özü haqqında bilikləri olur, öz xeyri üçün çalışır. Məsələn, necə hazırlaşsam ali məktəbə qəbul ola bilərəm, necə hazırlaşsam daha yüksək bal toplaya bilərəm, özünün gününü, cədvəlini ayırd edir. Yəni təşkil etmə mərhələsi sanki metakognitiv biliyə malik olan bir şagirddir. Amma xarakterizə etmə mərhələsində olan insanlar, belə də o qədər ürəyi gözəl insanlar, onlar hamını düşünürlər, özlərini oda suya vururlar, hər kəsi düşünürlər hər zaman. Məsələn, mən yaxşı həkim olsam, gələcəkdə imkanı olmayan şəxsləri pulsuz müalicə eləyərəm və yaxud da ki, əməliyyat eləyərəm və s. Görürsünüz, bu xarakterizə etmə mərhələsində hamını fikirləşir. Sonra deyir ki, sinifdən sinifə dəyişir və şagird hər bir il irəlilədikcə məzmun daha da inkişaf edir. Sinifdən sinifə dəyişirsə və getdikcə belə deyək də çətinləşirsə, bu alt standartdır. Məsələn, adicə 2-ci sinifləri vurmada adi 2 vur 3 öyrədiriksə, yavaş-yavaş böyüdükcə onları vurmanın daha çətin versiyalarını eləyirlər. Deməli, bu alt standartı həmişə dəyişir. Amma məzmun xətti heç vaxt dəyişmir. Ana xəttidir, leytmotividir. Müəllim il ərzində hansı zaman aralığında hansı alt standartları reallaşdıracağını, hansı mövzuları keçəcəyini, tədrisi necə təşkil edəcəyini, hansı resurslardan istifadə edəcəyini əvvəlcədən müəyyənləşdirmiş olur. Müəllimlər, bu illik planlaşdırmadadır. İllik planlaşdırmada nələr olur? Mən sizə onu baş hərflərlə deyim. Mən onu belə yadda saxlayın. S, T, M, İ, R, Q, S, T. Stimir qısı. Baxın, deməli, standart, təlim nəticəsi, deməli, mövzu, inteqrasiya, resurs, qiymətləndirmə, saat, tarix. Baxın, bunlar qeyd olunur. Sonra 57-də uyğunluğu müəyyən edin. Deyir, verbal və qeyri-verbal informasiyanı anlamaq bacarığıdır. Və sadəcə səhifənin o bir tərəfinə düşüb. Əldə olunan informasiyanın dəqiqliyini müəyyənləşdirə bilmək. Gəlin bunu belə eləyək də, uyğunlaşdıraq. Birə görək nə gedir? Deməli, beyin həmləsi, sonra bir dəqiqə informasiyanın etibarlığı, sadəcə uyğunluğu burada belə görək də müəllimlər. Buradan tapaq gedərik yox. Problemin həlli üçün gözlənilməyən situasiyalardan spontan çıxış yolu tapmaq. Spontan çıxış yolu tapırsa, bu improvizə etmək bacarığıdır. 4-ə gedər C. Bunu tapaq, o birini tapacaq. Sonra 4-ə gedir. Daha sonra informasiyanın etibarlığını müəyyənləşdirmək yox, oxuyub anlama bacarığı. Deyir, hər hansı bir problemi həll etmək yeni yolların tapılmasına xidmət edir. Yeni yolların tapılmasına xidmət edirsə, bu gedər oxuyub anlamağa. Anlayır, yeni yol axtarır. Yox, bu gedər beyin həmləsinə. Baxın, bircə dəqiqə. 4-ə gedəcək. Bir saniyə səbirli olaq. 4-ə gedəcək. C. Bura getdi C. Burası 3A qalıb o tərəfdə abi. Ona görə biraz çaşdırır. Sonra baxaq, deməli 1-ə beyin həmləsinə nə gedər? 4-ə getdi C. İnformasiyanın etibarlığını müəyyənləşdirmək. İnformasiyanın etibarlığını müəyyənləşdirmək o gedəcək o bir tərəfdə qaldı. Yəni buradan tapaq, bunu problem yoxdur. 4-ə C gedir. 1-ə isə beyin həmləsidir. Baxın, hər hansı problemi həll etmək üçün yeni yolların tapılır. Beyin həmləsidir. 1-ə də gedir D. 1-ə D, 4-ə C. Gedək o biri səhifədə baxaq görək o birinə nə gəlir. Baxaq. Deyir, əldə olunan informasiyanı dəqiqliyini müəyyənləşdirə bilmək bacarığı. Dəqiqliyini müəyyənləşdirmək bacarığı gedəcək burada, baxın, B-yə. Yəni 2-yə informasiyanın etibarlılığını müəyyənləşdirmək. 2-yə də B getdi. 3-ə baxaq, oxuyub anlama bacarığı. Oxuyub anlama bacarığı da gedəcək. Verbal və qeyri-verbal informasiyanı anlamaq bacarığı. 3-ə də getdi.
Deməli, nə? A. Deməli, cavab oldu B variantı. 1-ə D, 2-yə B, 3-ə A, 4-ə də C. Sadəcə vərəqin o tərəfində qaldı deyə baxmaq olmadı. Şagirdlərin marağına aiddir. Şagirdin marağına nə aid ola bilər? Deməli, burada şagirdlər nə öyrəniblər, nə öyrənmədilər. Yox. Şagirdlərin məzmunu hansı yolla daha yaxşı öyrənməsi? Yox. Şagirdləri maraqlandıran sahə və mövzuların müəyyənləşdirilməsi. D variantı. Sonra, gəlir 59. Müəllim tapşırıq işləyərkən şagirdlərə səssiz işləmələrini, digərlərinə mane olmamağı tapşırır. Şagirdlərdən biri deyir, demək istəyirsiniz ki, biz səs-küy yaradırıq. Deməli, bu uşaq dava axtarır. Dava axtarırsa, məntiq xətalarından boş adam xətasıdır. Və yaxud da ki, 2 nəfər söhbət edir, 3-cü bir adam müdaxilə edirsə, boş adam xətasıdır. 60-da deyir, Ramal çalışdığı müəssisədə insan hüquqlarına zidd olan hərəkətlərə yol verilməsinə qarşıdır və hər bir şeyə demokratik olaraq yanaşır. Ramal hansı səriştəyə malikdir? Hər şeyə demokratik olaraq yanaşırsa, o insan hüquqlarına hörmət və demokratiya səriştəsinə malikdir. Səriştələrin hansıları idi? Var idi, müəllimlər, idrakla bağlı səriştələr, fəaliyyətlə bağlı səriştələr var idi. Daha sonra bir də var idi, dəyərlərlə bağlı səriştələr. Bu, insan hüquqlarına və hörmət demokratiya bu əslində dəyərlərlə bağlı səriştələrə daxildir. Bura qədər dəyərli müəllimlər, gün ərzində sizə 10 suallıq sınaq da göndəriləcək. Diqqətiniz üçün təşəkkür edirəm. Videomuzu bəyənməyi, paylaşmağı unutmayın. Və qeyd edim ki, 5 aprel sürət qruplarımız açılır müəllimlər. Sizlər də qoşula bilərsiniz. Kurikulum qrupumuz da açılacaq. Bu isə sınaq qrupumuzdur. İstəsəniz sınaq qrupumuza da qoşula bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.